Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda qadınların əmək bazarındakı rolu və gələcək sosial təminatı ilə bağlı mühüm məsələlər gündəmdədir. Məlumatlara görə hazırda ölkə əhalisinin 2.414.000-dən çoxunu qadınlar təşkil edir. Eyni zamanda işçi qüvvəsində qadınların sayı 2 milyon nəfəri ötüb. Bu göstəricilər qadınların cəmiyyətin və iqtisadiyyatın inkişafında mühüm rol oynadığını bir daha təsdiqləyir. Bununla belə qadınların orta aylıq əmək haqqı kişilərin orta aylıq əmək haqqının təxminən 69,1%-nə bərabərdir. Bu isə əmək bazarında müəyyən fərqlərin mövcud olduğunu göstərir. Beynəlxalq təcrübədə isə bu göstərici adətən 77%-dən 80%-ədək dəyişir. Avropa İttifaqına üzv olan bir çox ölkələrdə qadınların əmək haqqısı kişilərin əmək haqqısının 80%-dən daha yüksək səviyyədədir. Mütəxəssislərin fikrincə, bu fərqin yaranmasının əsas səbəblərindən biri qadınların daha çox təhsil sektorunda çalışmasıdır. Statistik göstəricilərə əsasən əmək müqaviləsi ilə çalışan qadınların 242.000-dən çoxu məhz təhsil sahəsində fəaliyyət göstərir. Bu isə muzlu qadın işçilərin təxminən 1/3-nin təhsil sektorunda çalışdığını göstərir. Ekspertlər hesab edirlər ki, qadınların iqtisadi imkanlarının genişləndirilməsi üçün onların maliyyə resurslarına çıxış imkanları artırılmalıdır. Bu məqsədlə qadın sahibkarların güzəştli kreditlərdən daha çox faydalanmasına şərait yaradılması vacib hesab olunur. Hazırda qadın sahibkarların güzəştli kreditlərdən istifadə səviyyəsi istənilən göstəricidən aşağı qiymətləndirilir. Bu sahədə əlavə dəstək mexanizmlərinin tətbiqi qadınların biznes fəaliyyətini genişləndirə və yeni iş yerlərinin açılmasına töhfə verə bilər. Digər mühüm məsələ isə pensiya təminatı ilə bağlıdır. Mütəxəssislər bildirirlər ki, əmək haqqı fərqi mövcud olduğu müddətdə qadınların pensiya kapitalının formalaşmasına əlavə dəstək mexanizmləri nəzərdən keçirilə bilər. Bəzi ölkələrdə tətbiq olunan xüsusi əmsallar qadınların gələcək pensiya təminatının daha güclü olmasına kömək edir. Həmçinin pensiya yaşı ilə bağlı müəyyən güzəştlərin yenidən nəzərdən keçirilməsi də təklif olunur. Bu zaman yalnız yaş göstəricisi deyil, sosial vəziyyət və həyat şəraiti kimi amillərin də nəzərə alınmasının vacibliyi vurğulanır. Xüsusilə tək yaşayan qadınların daha erkən pensiyaya çıxmaq imkanlarının müzakirə olunması təkliflər arasında yer alır. Qadınların iqtisadi fəaliyyətinin genişləndirilməsi, sahibkarlıq imkanlarının artırılması və sosial təminat mexanizmlərinin gücləndirilməsi ölkənin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçiriləcək yeni addımlar həm qadınların rifahına, həm də ümumilikdə ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərə bilər.